Bugün 9 may 2025-ci ildir. Faşizm üzərində qələbədən düz 80 il ötür. Bugün mən yenə də Ramana kəndində yerləşən ana abidəsinin ziyarətinə gəldim bir neçə nəfərlə. Ana abidəsi 1975-ci ildə qoyulub. Bu abidənin Ramana kəndində qoyulmasında iki Ramanalı şəxsin, iki Ramanalı şəxsiyyətin, Ramanalı məşhurun, hər ikisi də müharibə iştirakçısıdır. O dövrdə Ramana kənd icra hakimiyyətinin sədri olmuş Xəlilov Xəlil dayının, bir də Azərbaycanın böyük coğrafiya üzrə alimi, Azərbaycan atlasının müəllifi Şirbey Əliyevin böyük rolu olmuşdur. Onlar bu abidənin açılmasında, qoyulmasında böyük xidmət göstəriblər. Qələbədən düz 80 il ötür. Lakin o dövrdə Ramana kəndində müharibəyə gedib, ayrı-ayrı cəbhələrdə həlak olanlar, salamat qalanlar, doğma yurduna qayıdanların əziz xatirəsini yad etmək üçün mən bura gəlmişəm. Allah bütün İkinci Dünya müharibəsində iştirak edən şəhidlərə, iştirakçılara rəhmət eləsin. Ruhları şad olsun. Onların sayesinde biz azad, yani azad olmuşuz, azad da yaşıyoruz. Ruhlar